Qarabağın zəngin mədəni irsi, musiqisi və çoxəsirlik ənənələri paytaxt Bakıda bir araya gəlib. Mədəniyyət Nazirliyinin İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Qeyd Sosial Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə İçərişəhərdə festival keçirilir. Qarabağ Mədəniyyət Xəritəsi hər rayonun öz səsi festivalında Qarabağın zəngin irsini, milli dəyərlərini və qədim sənət ənənələrini bir araya gətirir. Tədbir çərçivəsində qurulan xüsusi stendlərdə bölgənin qədim sənətkarlıq nümunələri, xalq sənəti inciləri və dadı təyyamı ilə seçilən milli mətbəx nümunələri nümayiş olunur. Həmçinin festival iştirakçılarına Qarabağın tarixi və mədəniyyətini əks etdirən xüsusi video çarxlar təqdim edilir. Festivalın bədii hissəsi isə rəngarəng konsert proqramı ilə yadda qalıb. Səhnədə səslənən muğam və instrumental ifalar, xalq və milli rəqslər tamaşaçılara unudulmaz anlar yaşadıb. Qeyd edək ki, tədbirdə tanınmış incəsənət nümayəndələri, xalq artistləri, musiqi kollektivləri ilə yanaşı Milli Məclisin deputatları və rəsmi qonaqlar da iştirak edərək festivalın əhəmiyyətini yüksək qiymətləndiriblər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Qeyd Sosial Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə layihəmiz, festivalımız keçirilir. Hal-hazırda 29 may və sabah 30 may tarixində layihəmiz keçiriləcəkdir. Festivalımız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsi nəticəsində qrant qalibi elan olunmuşdur. Festival çərçivəsində 2 gün geniş konsert proqramı təşkil olunacaqdır. Eyni zamanda rəsm sərgiləri, ustad dərsləri, Qarabağımızın tanıtım mətbəxinin tanıtımı olacaqdır.